Demək dostlar, bir çox tələbənin qorxulu yuxusu olan bir mövzu var. Həmin mövzunun adı cədvəllər mövzusudur. Biz buradan həm toplama, çıxma, vurma, bölmə və bunun tapmaca tipli hissələrinə baxacağıq. İstəyirəm dostlar, birincisi cədvəlin ən sadə versiyasından başlayaq, test olaraq ki, cədvəlin nə olduğunu hər kəs bir anlasın. Yəni başa düşmək lazım, cədvəldə nə etmək lazım. Məsələn, bu sağ tərəfdə yerləşən 6-cı sual. Cədvəl dostlar nədir? Verilən misalı həll edərkən edəcəyiniz şey nədir? Buradakı bu misalda. Bax, kəsişmələr. 61 nə ilə nəyin kəsişməsindədir? A-nın və D-nin. Deməli, A plus D neçədir məndə? 61. Bir də dostlar, 43 nə ilə nəyin kəsişməsindədir? A-nın C-nin. A plus C neçədir? 43. Bax, əgər bərabərliyin sağında yalnız və yalnız ədədlərdən ibarətdirsə, yəni ədədlərində 61 və 43 varsa, bu da məndən A-nın, B-nin, C-nin, D-nin cəmi soruşursa, bu zaman edəcəyim şey bunların hər birisini tərəf-tərəfə toplamaq. Tərəf-tərəfə toplamanı əsasən bərabərliyin sağında yalnız ədəd olanda etməyiniz daha məsləhətdir. Bir də buradan da cavab çıxır. Bu arada mən bura B-dir. Bu B-dir. Bunu A-D kimi yazmışım. Onda verilən misal dostlar A plus C plus B plus D bərabərdir 104. İmtahana hamısı beləmi düşür? Təbii ki, yox. İstəyirəm sizin üçün dostlar düşə biləcək misal tiplərindən bəziləri ilə sizi tanış edim. Həm fərqli tip misallarla. Onlardan biri bu ekranda gördüyünüz birinci sualdır. Düzdür, bu sualı əksəriyyətiniz üçün izah etsək də, bundan əvvəlki izah videolarımızda da geniş formatda olsa da, yenə də diqqətimizi cəlb edə biləcək şeylərdən biri. Bax, birinci sualdır. Bəs yaxşı müəllim, nədən başlayayım, nə edeyim, nəyə diqqət edeyim deyə bilərsiniz. Bax dostlar, deyir verilən ədədləri topladığım zaman həm sətr, həm sütun üzrə bunların hamısının cəmi bir-birinə bərabər olsun. Ümumilikdə cədvəllərlə bağlı imtahanda sual sayı hər imtahanda fərqli olduğuna görə, məsələn, keçirilən gömrük imtahanında bir sual forması da rastımıza çıxa bilər. Çünki sual sayı orada 15-dir. Dövlət qulluğu imtahanlarında 3-4 sual formasında, magistr imtahanlarında da 3-4 sual formasında, vergi və yaxud da ki, yüksəliş müsabiqəsində isə bir neçə sual formasına rastlaşa bilərik. Təbii ki, bu deyilən rəqəmlər o qədər də özünü doğrultmaya bilər. Yəni, ən çox gördüyümüz isə budur. Birinci misalda isə dostlar, bax, gördüyünüz sol tərəfdəkini. Deyir, verilən misalda bu ədədləri bu cədvələ elə yerləşdir ki, həm sətr, həm sütun üzrə bunların hamısının cəmi bərabər olsun. Bax, dostlar, sütun üzrə bunların birinin cəminə x desəm, niyə x deyirəm, bilmirəm neçədir. Onda bu sütun da cəmi x-dir. Bu sütun da cəmi x-dir. Belə bir sualı həm magistrin, həm yüksəlişin, həm də dövlət qulunun qəbulunda görmüşük biz. Yəni, belə götürək dostlar, onda bunu sətr üzrə toplasam, hamısının cəmi neçə eləyir? 3x. Yəni, o deməkdir ki, həm sətr, həm də sütun üzrə verilən ədədlərin cəmi neçəyə bölünməlidir? 3-ə. Bəs yaxşı, müəllim, mən bu ədədləri necə edim? Verilən misalda həm cədvəlin içərisindəki ədədləri, həm cədvəlin kənarındakı ədədlərin hamısını toplayırsınız. Bunun üstünə 16, üstünə 15 və üstünə 17 gəlirsiniz. 3-ə bölünməyinin dostlar səbəbi də ondan ibarətdir ki, həm sətirdə, həm sütunda xanaların sayı nə qədərdir? 3 dənə. Bunların hamısını toplayanda eləyir 96. Demək, nə etmiş olduq? Bir daha mən diqqətinizə çatdırım. Həm cədvəlin içərisindəki ədədləri, həm cədvəlin kənarındakı ədədlərin hamısını toplayıb 3x-ə bərabər edir. 3x bərabər 96. Tapıram ki, x bərabərdir 32. Bu 3x hardan almışdıq? Bayaqların dediyi, həm sütun, həm sətr üzrə cəminə x desək, hamısı 1, 3x edir. Bəs yaxşı, müəllim, bu 32 nə deməkdir? Bu 32 odur ki, dostlar, həm verilən misalda sütun, həm verilən misalda sətr üzrə hamısının cəmi neçə etsin? 32. Bəs yaxşı, müəllim, misalı hardan başlasın? Mənim üçün daha kömək etmiş olar, daha yaxşı olar. Misala dəyər dostlar, fərqi yoxdur. Artıq 32-ni tapdınsa, bax 15, üstünə nə gəlsəm 32 eləyər? 17. 17 nədir? Ya 13-lə 4, ya da 14-lə 3.
Bəs yaxşı müəllim, mən burada hardan bilim bu 13 ilə 4-dür, yoxsa 14 ilə 3? Toplayacağım dostlar, sadəcə olaraq yerinə qoyuram verilən misalda. Bax, bura 14 qoysam, avtomatik bura məndə neçə olur? 3. 17 ilə 3 toplasam 20, nə çatışmır? 12. 12 ilə 16-nı toplasam 28, nə çatışmır? 4. 15 ilə 4 toplasam 19, nə çatışmır? 13. Burada nə çatışmır? 2. Və mənim xanam hazırdır. İndi beynimizdə belə bir sual yarana bilər ki, niyə bura 14, bura 3 yazdı? Məsələn, dostlar, mənə gələ alınan misalda, indi misalım alındı, burada rəqəmləri geri qaytarın. Axırda da hamısını burada verilən misalı toplayıb çıxsanız alınır 12. İndi səndə belə bir sual yarana bilər. O sual nədir? Sən niyə bura 3 yazmırsan? Bura 14 yazaq. Dostlar, 17-dən 14 toplasam neçə eləyir? 31. Axı, məndə 1 yoxdur bu ədədlərin içərisində. Mən yalnız burada verilən 6 ədədi bura yerləşdirə bilərəm. Və dostlar, şərt həmişə sətirdə və sütunda eyni olur. Bəli. Bəs yaxşı, müəllim, biz bunun başqa nə tipi ilə daha çox rastlaşırıq və yaxud da ki, rastlaşa bilərik? Verilən misalı dəyərli dostlarım, biz bunun rastlaşa bilirik hal-hazırda ekranda gördüyümüz bu vurma hissəsi ilə bağlı. Ümumiyyətlə, bunların hamısı hesab əməlli cədvəl adlandığına görə. Yəni, riyazi tip cədvəllərdir. Birincisi, hər zaman verilənləri qeyd edirəm. A vurulsun B bərabərdir 12. B vurulsun C bərabərdir 15 və A vurulsun C də bərabərdir 20. Təbii ki, siz bu misalda bəzi dostlarımız misalı rəqəm qoyub yazır, bəziləri riyazi yolla həll edəcək, bəziləri hətta özlərinin bildiyi sürətli riyaziyyatdan istifadə edəcək. Bəs yaxşı, mən burada nə etməliyim? Ümumiyyətlə, belə misallarda bərabərliyin sağı ancaq ədəd verilibdirsə, dostlar, ortaq, məsələn, mən bunları tərəf-tərəfə bölə bilərəm. Ağlına gələn 2 tərəf-tərəfə bölmüyoruz. Adam var bilmir də 12 nə ilə nəyin hasilidir. Adam var bilmir AC nə ilə nəyin hasilidir. Tərəf-tərəfə bölsəm, dostlar, B'lər gedir. Qalır A bölünsün C bərabərdir 5-də 4. Yəni, çarpazlaşdıra bilərəm. 4A bərabərdir 5C. Mən misalın sizin üçün biraz uzadıram. A bərabərdir nəyə? 5C bölünsün 4. Və aparıq misalda burada qoyaram yerinə. Yəni 5C vurulsun C bölünsün. Verilən misalda 4 bərabərdir 20. Burada C kvadratı bərabərdir 16. C də bərabərdir bizdə neçəyə? Verilən misal. Üzr istəmir dostlar, burada yeri səhv yazmışım. Gecə vaxt dərsinə belə olur. Burada olur 4C bərabərdir 5-a deyil ama misal niyə olunmur? 4C böl 5. Gətirib burada yazıram. 4C vurulsun C bölünsün 5. Bərabərdir 20. C kvadratı bərabərdir 25. C də bərabərdir 5. O, C 5 imiş. C 5-dirsə, dostlar, A neçədir? 4. A 4-sə B də 3. Gətirib 4-ü vurub 3-ə vurub 5. Eləyib 60. Bilirəm, indi içərinizdən hal-hazırda verilən misallarda. Həşi, mən bunu B eləməmişəm, mən başqa cür eləmişəm deyənlər var. Nətər? A, mən görürəm də, B burada 4-dür. Məsələn, A, B burada 3-dür, burada da 3-dür. Çünki niyə? İkisinin də ortaq vuruğudur. Hə, A-nı 5 tapdım. İşte dostlar, mən bu misalda edərkən, bax, AB bərabərdir 12. BC bərabərdir 15. AC də bərabərdir 20. Verilən 3 misalın üçün tərəf-tərəfə vuraram. 6-6. A kvadrat vur B kvadrat vur C kvadrat bərabərdir 3600. Birbaşa cavabı alıram. A vur B vur C hər tərəf kök altına alsın. Bərabərdir 60. Mən bunu belə eləyərəm. Mən onu o birisindən eləyərəm. Bəs necə? Dostlar, hər bir yolla həll edə bilərsiniz verilən misalda. Bir-birindən fərqli. Məqsəd bu yolda gedilən cavabı tapmaqdır. Siz fikir vermişsinizsə, ümumilikdə rastlaşdığınız testlərin içərisində siz bölmə ilə bağlı testlərlə rastlaşmırsınız. Demək olar ki, biz bölmə və çıxma ilə bağlı testlərlə rastlaşmırıq. Yəni, bu demək deyil, qəbula düşmür. Sadəcə niyə rastlaşmırıq? Çünki bölmə verəndə, bax, riyaziyyatda belə bir qayda var. Vuruqların yeri dəyişəndə hasil dəyişmir, toplananların yeri dəyişəndə cəm dəyişmir. Lakin
Bölənlə bölünənin yerini dəyişəndə qismət dəyişir. Bəs müəllim burada nə edeyim? Bax dostlar, A-nın B-dən böyük, B-nin C-dən böyük olduğunu veriblər. Bax, A-la C-nin kəsişməsini 16 yazır. Bəs yaxşı müəllim, bunu necə yazıb yazanda? Dostlar, yəni demək istəyir ki, A-nı C-yə bölsəm sizcə 16 alaram, yoxsa C-ni A-ya? A C-dən böyük, deməli A C-dən böyüksə, bu tam ədəd alınıbsa, deməli A bölünsün C bərabərdir 16. Bu o demək deyil, sətri sütuna vururam. Verilən misalda əlavə olaraq. Burada nə yazıb dostlar? Bax, A-la B-nin kəsişməsinə C yazıb. A böl. Sizcə A-nı B-yə bölsəm C alaram, yoxsa C-ni A-ya? A böl B bərabərdir C. Çünki A B-dən böyükdür, B də C-dən. B-ni də C-ni də tam ədəd kimi fikirləşsəm, onda B ilə də C-nin kəsişməsi C. Fikir verin, bir dəfə sətri sütuna bölürəm, bir dəfə sütunu sətri. Onda B bölünsün C bərabər edir C. Sonunda bunları bərabərləşdirsəm, A bərabərdir 16C. A bərabərdir BC. B də bərabərdir C kvadrat. Onsuz da bu ikisi də A olduğuna görə bu ikisini bir-birinə bərabərləşdireyim. BC bərabərdir 16C. Hər tərəfdən C getsə, B bərabərdir 16. B 16-dırsa, C kvadratı bərabər edir 16-ya. C neçədir? 4. Gətirib A-nı taparam. 16-nı da vuraram 4-ə, bərabərdir 64. Onda bu misalda 64 və 16-nın cəmini soruşur. Bu deyir 8. Bölmələrdə həmişə belə olur. Dediyim kimi dostlar, biz çoxdan da heç bölmə ilə bağlı sualla rastlaşmırıq. İndi Allahın işi dənə bilmək var. Daha sonrasında bizim qəbulda ən çox rastlaşa biləcəyimiz tiplərdən biri isə bayaq bundan əvvəlki bizim bir dərsimiz vardı. Orada bu sualı etmişdim dostlar. Bu sual 2022-ci ilin iyun ayının qəbul sualıdır. Bax, sənə vurmanı verir bir tərəfdən. Yazıbdır ki, B plus C bərabərdir 18. Üzrən vur C. Vurmuş işarəsidir. A vur D də bərabər 20. Bəs yaxşı, mən bunu neyniyim? Dostlar, bax, bizə də A vur C-nin və B vur D-nin hasilini soruşur. Bax, bu mötərizənin vurumu açın. AC və B. AC üstə gələk AD plus BC üstə gələk BD bərabərdir 78. Onda məndə verilən misalda AD 20-dir, BC-dəki 18-dir. Aparıb sağa yazaram dostlar. AC üstə gələk BD bərabərdir 40. Bax, bunu da aldıq mötərizəyə. Sənin xətrinə. Bəs müəllim, mən yaman çətinlik çəkirəm bu mövzudan. Nəyindən çətinlik çəkirsən? Məsələn, sual versən, nəyindən? Əsasən də çətinlik çəkilən şey dostlar, bax, bunun toplaması, çıxması, bir tərəfdə toplaman verir, bir tərəfdə çıxır. Tələbə də başlayır, indi o misallardan birini axtarmağa çalışıram ki, biraz mənim üçün rahat olsun. İsə biraz fərqli bir misal görsədək. Məsələn, ekranın bu sağ tərəfində yerləşən 10-cu misal olsun. Bizə dostlar, bu kimi misalları dərkən lazım olacaq ən əsas şeylərdən biri əvəzləmədir. Əvəzləmə sizi bu misallardan xilas edir. Bir nevi necə xilas edir? Özü də bu arada deyim. Yəni, bu xilasın məqsədından ibarətdir ki, bax, bu gördüyünüz misalda birinci kəsişmələri yazın. A plus B. Sizlər də ekranda bizimlə bərabər yaza bilərsiniz bu arada. Bərabərdir 3C plus 5. B plus C bərabərdir 2A plus 2. Və A plus C də bərabərdir B plus 9. Bax, bərabərliyin sağı, məsələn, dostlar, belə qatma qarışıq ədədlərdən verilsə, o zaman götürüb siz burada alt-alta toplamayın, tərəf-tərəfə toplamayın. Çünki tərəf-tərəfə toplamaq çıxış yolu deyil. Bəs nə edək? Ən gözəl yollardan biri əvəzləmədir. Əvəzləmə sayəsində istər riyaziyyatın olsun, istər riyaziyyatın yaxşı olsun, zəif olsun, fərqi yox. Sən bu misalları edə bilərsən. Bəs necə? Bax, verilən misalda dostlar,
Gözümə gözəl bir misal seçirəm. Məsələn, birinci misal. Buradan B-ni əvəzləyirəm. Bu arada qeyd edeyim, əvəzləyəcəyiniz ədədin heç bir önəmi yoxdur. İstəyirsən B-ni elə, istəyirsən A-nı, istəyirsən C-ni. Niyə A-nı və C-ni eləmirəm? C-ni eləsəm, dostlar, məcburam yuxarıda 3-ə vurum. A-nı da eləsəm 2-yə. B-ni eləmək istəyirəm ki, B-ni əvəzləsəm. Digər iki misalda baxın, B-nin qabağında vuruq yoxdur. Bəs yaxşı, olar mən burada tutalım, A-nı əvəzləyim. Sən ürəyin nə istəyir əvəzləyə bilərsən. B-ni əvəzləmə demək ki, B qalır tək, A plus C, B-nin yanında nə varsa keçir sola. Çıx 9. Və bərabərliyin bir tərəfinə digər işarə nə edir? Dəyişir. İndi yazıram. A plus. B-ni tapmışam. A plus C minus 9. Əvəzlədim. Bərabərdir. 3C plus 5. Aşağı hissədə yazıram. Bax, B-ni gördüm. Tez yazım. A plus C minus 9. Üstə gələk C. Bərabərdir. 2A plus 2. Bax, əvəzləyəndən sonra indi hərfləri bir tərəfə yığacağım. Rəqəmləri də bir tərəfə. Bax, verilən misalda -9-u keçirim sağa, bu 3 C-ni keçirim sola. Burada olur 2A-lar toplanır 2A. Bu olur -3 müsbət C ilə çıx 2C bərabər 14. Tələbələrin bilməmək kimi bir adəti yoxdur. Sadəcə olaraq burada diqqətsizlik bizi gətirib bura çıxardır. O zaman digər misalda da bax, C-lər müsbətdir. -9-u keçirim sağa. Bu 2 anda sola keçsəm. Burada da olur 2C minus A bərabərdə 11. Bura qədər misalım hər şey okeydir. Amma problem nədədir? Burada artıq mənim sonra nə var? Dostlar, bu misalı əkoba gətirmək lazım deyil. Niyə? Məqsəd elə burada oydu ki, hərflərdən birini oyundan çıxardım. Bax, -2C, müsbət 2C. Bunlar ikisi də tərəf-tərəfə toplasam ixtisar gedir. 2A ilə -A toplasam A bərabər 14 ilə də 11, 25. Bu ilə birbaşa 25 aldım. Ay müəllim, bütün misalların hamısı belə rahat olmur axı. Necə yəni rahat olmur? Bax bu misalda dostlar A-nı tapandan sonra, indi A-nı deyib A-nı soruşsun. Gətirib burada istənilən bir misalda yerinə qoyub siz C-ni tapa bilərsiniz. Məsələn, yuxarıda. İndi düzdür, məndə A-nı seçsin, mən hamısını istəyirəm, hamısını tapım. Deyib burada qoyum yerinə. 2C minus 25 bərabərdir 11. Tapıram ki, 2C bərabərdir 36. C də bərabərdir 18. İndi C-ni də tapmışam. Gətirib burada B-ni tapa bilər. Yəni 25 üstə gələk 18 çıx 9. Bu da bərabərdir. Bu 43-dən də 9 çıxsam 34. O nə qəribə ədədlərdir bunlar. Bəs yaxşı, mən tutalım bu misalı yazmışam. Birdən misal belə alınmazdı, dəyərli dostlar. Belə misalda. Alına bilərdi bizim üçün. Hal-hazırda. Sonra belə alınardı. Özümüzdən yazıram. 3A minus 4B bərabərdir 21. 4A çıx 2B bərabərdir 12. Bəs burada nə edərdim? Burada dostlar, ya B-ləri əkoblaşdırmaq lazımdır, ya da A-ları. Bunda plus B-li. Əkob yəni nə deməkdir? Həm 4-ün, həm 2-nin ortaq bölünəni. Nədir 4-ün və 2-nin ortaq bölünəni? Elə 4. Yuxarını 1-ə vurub, aşağını 2-yə vurub. Ki, yəni bunlar bərabərləşsin. Olsun burada 3A minus 4B bərabərdir 21. Aşağıda da 8A minus plus 4B bərabərdir 24. Yəni tərəf-tərəfə toplayın ki, B-lər getsin. Məqsəd bundan ibarətdir. Bunların hamısı belə olur. Məsələn, burada bir sual var. İstəyirəm sizə onunla tanış edim. O sual dostlar, e, sərbəst misal kimi birinci sizə verirəm burada. Və bu arada da burada belə bir şey yazıram. C böyükdür 0. Dördüncü misal sərbəst misal kimi verir. Videonu lazım dayandıra bilərsiniz. Baxın, birazdan bunun izahını da verəcəm. Baxıram bu misallara dəyərli dostlar. Edəcəyim indi şey nədir? Demək olar ki, hal-hazırda burada canlı dərsdəyim də, burada tələbələrin böyük əksəriyyəti yazanlar yazır, yazmayanlar variant atır. Bəs neyniyim?
Verilən misalda birinci həmişə verilənləri qeyd edirəm. Səbir və təmkin. Bax, A plus B bərabərdir X plus 5. B plus C bərabərdir X plus 9 və A plus C də bərabərdir X plus 7. İndi bu misalı yazdım. Bax, sağda da verir dostlar. C kvadratı bərabərdir 16. Bayaq belə bir şərt yazmışdım. C böyükdür 0. Yəni C bərabərdir nə? 4. Götürün bu iki misalda dostlar. C'ləri qoyum yerinə. 4, 4. Sağa keçirsən, B bərabərdir X plus 5. A da bərabərdir X plus 3. Yəni C'ləri yerinə 4 qoyub sağa keçirsən. Bax, B'nin qiyməti var, A'nın qiyməti var. Nə ara bilərəm, ay? Bax, B'nin qiymətini aparaq. Birinci misalda qoyaq yerinə. A üstə gələk. X plus 5 bərabər X plus 5. Tapsan ki, A bərabərdir 0. A burada 0 ola bilər ki. Sizə kim deyib ki, dostlar 0 olmasın? Burada 0 da var, mənfi də var, kəsirlə də var və s. Əlavə olaraq verilən misalda bu kimi hissəni izah edəndə nə edirəm? Plus. A-nı tapdım. Götürün burada X-i tapım. Nötər 0 bərabərdir X plus 3. Onda dostlar 0. X nəyə bərabərdir? Mənfi 3. X də mənfi 3-dürsə, gətirin burada yerinə qoyub B-ni tap. B nəyə bərabərdir? Mənfi 3 üstə gələk 5. B də bərabərdir 2. B-nin qiymətini 2-dirsə, 2-ni 2-yə vuranda məndə alınmalıdır 4. Məndə 4 nəyin qiymətdir? Elə C-nin B bənd. Daha sonrasında dəyərli dostlar, cədvəlin tək bu tipi deyil. Bizdə əlavə olaraq cədvəl mövzusunu, tapmaca tipli sualları da. Tələbələrin ən çox verdiyi sual bizə o tipdədir ki, bəs tapmaca tipli cədvəllərini indirik. Bizim qəbulda rastlaşa biləcəyimiz digər cədvəl tiplərindən biri də bax, solda gördüyünüz üçüncü sual tipidir. Bunları tapmalı dostlar, özünün xüsusi bir qaydası da var. Biz əslində bu, bu kimi sualları görəndə bax, sətr üzrə, sütun üzrə, bir də bloklar üzrə edə bilərik biz bunu. Bəs yaxşı, mən nə bilim sən bunun hansını edirsən. Burada verilən misalda, məsələn, görürsünüz, 56, 14, 7, 35 nəsə bir-birinin əlaqəli bir ədəddir. Bəs görəsən neyini? Verilən misala dəyərli dostlarım. 56-dan 14 bölüb 4-ə çıxıb 7-ni vurub 5-ə ardıcıllıq imiş adıcı. Doğrudan ne? Valla. Onda verilen misalda bizim için adi bir ardıcıllıqdırsa, aşağı hissədə bu hissə bilirəm ki, vur 5-dir. Bu eləyir 60. Bəs nəyə 4-ə bölə bilərəm? 84. İkisinin bir yerdə cəmi eləyir 144. Bunun elə bir tipi ilə kifayətləniriz mi? Əlbəttə ki, dostlar, xeyr. Məsələn, burada gördüyünüz hal-hazırdakı 16-cı sual. Məsələn, normalda bu sətirdirmi, sütundurmu deyə insanlarda həmişə ən çox yaranan sual odur. O da nədir? Müəllim, buna sətirmi baxaq, sütunmu baxaq? Mən bu verilən misalda baxa biləcəyim ən yaxşısı sətirdir. Niyə? Artıq getdikcə sona fikir verin, sağ tərəf ədədləri böyüdüb yazır. Neyini? Bu məndə 83 çıxıb 34 bərabərdir 49. Yəni verilən misalda mən 43-dən nə çıxmalıyam? 31. O da qalır 12. Müəllim, axı mən bunları ilk baxışdan görmürəm. İlk baxışdan edə bilmirəm. Dostlar, onsuz da bu testlər bir testlə, iki testlə edilərək öyrənilmir. Bunlar mütləq qaydada bir neçə testi etdikdən sonra öyrənə biləcəyimiz bir mövzudur.
Elə bir dərsdən, iki dərsdən öyrənsə, nə vardı ki? Məsələn, bayaqları bu ekranın sağ tərəfində verilən misal hal-hazırda gördüyünüz. Bax, gördüyünüz hissədə 1, 2, 4 müəllim. Buna sətr baxın, sütun baxın. Baxsınız dostlar, sütun üzrə qiymətləri neyniyib artıb. Necədir? 7-dən 20, 20-dən 9. Yaxınlaşdırmaq lazım. Necə yaxınlaşdırım? Sütun üzrə vurub 3-ə çıxıb 1. Vurub 3-ə çıxıb 1. Yəni 59-u 3-ə vurub 1 çıxaram. 176. 4-ü 3-ə vurub 1 çıxaram. Bu eləyir məndə 11. 5-i 3-ə vurub 1 çıxaram. Bu eləyir məndə 14. Buradan da 5-i 3-ə vurub 1, bu da 14. Və verilən misalda 176-dan digər üçün çıxsam, qalır 137. Məsələn, mənə görə qəbullara düşmüş ən çətin cədvəllərdən biri də, bax, bu soldakıdır. Məsələn, bu sualı həm düşünməyiniz üçün vaxt verirəm bir neçə saniyə, həm də həqiqətən sualda əslində 2 ilə 6-dan 18 almanın yolu çoxdur. 1 ilə 1-dən 5-i necə alıb adam heç fikirləşə də bilmir. Mən nə dedim ya, sətr üzrədir dostlar. Burada bizə biraz kömək eləyə bilər. 5-dən 12. O da necə? 5-i vurub 3-ə üstünə gəlib. Dəyərli dostlar. 12-ni vurub 2-yə. Bərabərdə 39. Və yaxud da ki, burada həlli qaydası da ola bilərdi. Kimsə deyə bilərdi, mənim bu ikisini toplayıb, vurub 2-yə birincini gəlib. Yenə həmin iki şeydir. Yəni, burada 7-ni 3-ə vurub üstünə. 16 vur 2 gələcəkdir. Bərabər edəcəkdir 53. Son bir testdə göstərmək istəyirəm bu tapmaca tipli cədvəldən. Qeyd edim ki, siz ya da 2 dənə misal var, onlara da baxaq. Onlardan biri hal-hazırda gördüyünüz bu 8-ci sualdır. Görəsən nə idi burada? Bu çətindir. 2024-cü ilin fevral ayının qəbul sualıdır. 4-ü vurub 3-ə bərabər eləyib. 7 ilə də 5 toplayıb. O ikisini cəmi. Necə? Dediyim ki, mən dəfə birinci səvər sualı edəndə, bax, siz dostlarımızın çoxsu fikirləşdi, necə eləyib? Dostlar, diqqətlə baxsanız, yəni 5-i vurub 4-ə, birinci və üçüncünü 5 vurub 4 bərabər. 6 üstə gələk 14. Onda verilən misalda 5 3-ə vurub, nəyə bərabər eləməliyəm? 9 üstə gələk nə? 6. Ay, nə gözəl. Gözəl günün olsun. Məsələn, dostlarımızdan belə bir sual verir ki, Durdana xanım deyir ki, belə bir qanun uyğunluq olar. Ay, qanun uyğunluq hər cür olar, nəinki belə. İstəyirəm bir sual da sizə göstərdim. Birindən. Demək olar ki, çox kiçik əksəriyyət dostlarımız bu sualın əlini yazıb. Çox adam yazmayıb. Verilən misalda 18-dən 9-u toplayıb 27. 3-ün kubudur. Bax, 0-dır, 1-dir, 2-dir. Bunları görəndə biraz bundan aralı gəzirəm. 0, 1, 2 bunlar görəndə elə bilin ki, mən artıq bir anlıq dostum, özümü itirirəm. Niyə? Çünki 0 ilə 1 mənə bu kimi misalları tapmağa kömək eləmir. Əlavə olaraq edəcəyim şeylərdən biri 26. Yəni bu 4-ün kubudur. Neçə olmalı dostlar? 38. 4-ün kubu 64. Daha sonrasında mənim dünən sizlərə göstərmək istədiyim biri var dostlar. Dünən dedim isə o birisi videodakı. Dedim sizə burada bir sual var dostlar, onu göstərəcəyik. Həmin o sual nədir? İstəyirəm indi onu keçid edəyəm. O sualın adı rebusda. Dediyim kimi əksər dostlarımız bilir. Amma bəzi dostlarımız heç ümumiyyətlə onun nə olduğunu bilmir. Bəs o nə sualdır ay müəllim? O sualın adı dostlar rebuslar mövzusunda. Rebus ümumiyyətlə fiqur əldə əlaqəsidir. Bax bu gördüyünüz hissə.
Dəfələrlə biz bununla bağlı qəbullarda rastlaşmışıq və verilən hissədə, bax gördüyünüz hissədə, bu oxun buradan verilməsində məqsəd odur ki, yəni ox buradan daxil olsun. Müəllim, yenidən qəbula düşə bilərmi? Düşsə mən bunu necə yazacağam? Nə etməliyəm? Bax dostlar, bu fiqurun funksiyası demək olar ki, həmişə bölmədir. Bunun funksiyası vurmaqdır. Bu isə sadəcə o toplamaq, çıxmaqdır. Bəs yaxşı, sən bunu hardan bilirsən? Bax dostlar, oxun buradan daxil olması 42 olan hissədən. Bax bu 6 bucaqda biraz ekranı da yaxınlaşdırım ki, daha gözəl görək. Bax bu 6 bucaq, bu isə 4 bucaqdır. Ümumiyyətlə fiqurun çölündə ya dairə, ya yarım dairə, ya dairə olanda böyükdən kiçiyi çıxır sadəcə olaraq. Altdan 4-ü çıxanda qalır 2. Sizcə 42-dən 21-i necə alaram? 2-yə bölmək. Demək bir yarım dairənin işi nədir? Bölmək. Gəlin bu əminliyi yoxlayaq. Hardan yoxlayırıq bu əminliyi? Bax deyək 25-dən 5 alın. Necə? 8 bucaq, 3 bucaq. Qeyd edirəm. 8-dən çıxıb 3-ü qalıb 5. Bölmək. Deyib burada da yoxlaya bilərəm. Baxın 7 və 4. 7-dən 4 çıxsam 3. 21-i də 3-ə bölsəm 7. Bəs yaxşı müəllim. Verilən misalda. Mən bu dairənin nə olduğunu bilə bilərəm tam şəkildə. Baxın dostlar, 5-dən 10 alın. Niyə 5-dən 10? Yəni ox buradan daxil oldu deməkdir ki, yəni bu istiqamətdə irəlilə hərəkət et. Onda verilən misalda bax 5 bucaq, 7 bucaq. Böyükdən kiçiyi çıxıram dostlar. Bax fiqurun çölündə dairə və yarım dairə onda böyükdən kiçik. 7-dən 5 çıxsam qalır 2. 5-i 2-yə vurub 10. Fikir verin, 4 bucaq, 7 bucaq. 7-dən 4 çıxsam 3, 8-dən 24 vur 3. Əsas məsələ nədir? Demək bu bütöv dairə vurmanın yarım dairə isə bölməni bilir. Biz bunu evə verilən tapşırıqların içərisində etsək də bu misalda. Bax 7. Buradan baxa bilərsiniz misala sizə kömək etməsi üçün 4 bucaq, 3 bucaq. İçərdən çölü çıxırsan. Bax fiqurun çölündə işin olmayanda nədən çıxarsan? İçərdən çölü. Fiqurun çölündə işin olmayanda yalnız içərdən çölü çıxır. 4-dən içi çıxsam 1. Müsbət ədəd alınsa toplanır. Bax 24-ün üstünə 1 gəlirəm 25. Bu 6 bucaq, 5 bucaq. Altdan 5 çıxsam plus 1. Onun üstünə 1 gəlsəm 11. 7 bucaq, 5 bucaq. 7-dən 5-i çıxıram. Qalır 2. Toplayıram. Bəs yaxşı. Burada mən bunun nə etdiyini hardan bilim? 8-i necə alıb görəsən? Siz bu 8 hissəsinə baxsanız dostlar. Bu 8 bucaq, 5 bucaq. Alınır burada müsbət 3. Toplayıram 10. Amma bu 5 bucaqla 7 bucaqdır. Baxın 5-dən 7-ni çıxanda mənfi 2 qalır. Onun üstünə mənfi 2 gəlsəm eləyir 8. Demək biri 10-dur. Biri neçədir? 11. Toplasam 21. Son zamanlar yəni rebusun qəbullarda ən çox rastlaşdığımız tiplərindən biri budur. Növbəti bir sual tipinə sizi tanış eləmək istəyirəm, dəyərli dostlarım. Həmin o sual tipi nədir? Hal-hazırda sizin bu ekranda görəcəyiniz saat məsələsidir. Biz bu saat məsələsində edəcəyimiz hissədə deyirik, evdə saat 11:17-də çıxmalı olan adam dəqiq işləyən saatına güzgüdə baxanda şəkildəki vəziyyət görür. Hansı variantda həmin adam evdən neçə dəqiqə çıxdığını görər. Bu kimi bir misal edərkən ilk işiniz nə olmalıdır? Bax bu güzgüdədir deyə. Normalda biz bir də saat bizdə 12, 1, 2, 3, 4. Bu bizə həm yüksəlişin qəbulunda, həm dövlət qulluğunun qəbulunda düşür. Saatda versə dostlar belədir. Amma bu güzgüdə olduğu üçün mən bu prosesi tərsinə yazıram. Necə? 12, 11, 10, 9, 8, 7, 6,
5, 4, 3, 2 və 1. Verilən saata indi nəzər yetirə bilərik. Bax, indi saata siz diqqətlə baxsanız, saat hal-hazırda bizim üçün 9 ilə 10 arasındadır. Yəni, bu nə deməkdir? Saat 9 neçədir? Baxın, 4 ilə 5-in arasında olanda verilən misalda. Mən buna neçə dəqiqə deyə bilərəm? Bu gördüyünüz hissədə. Deyəcəyim dəqiqələrdən neçə ola bilər dostlar 4 ilə 5-də? Ya 21, ya 22, ya 23. Bəs yaxşı. Burada verilən misalda mənim üçün nə var? Siz diqqət etsəniz dostlar, mən buna ya 23 deyə bilərəm, ya 22. Niyə 24 deməyim? 24 desəm bura yaxın olardı. İndi saatı 23 kimi götürsəm, 9:23. Mən ara getməliyəm. 11:17-yə. Bunu dostlar, istəsəniz saat 10'a tamamlayayım. Yəni saat 10:00 olar. 10:00. Neçə dəqiqəm çatmır? 37. İndi 10:00-dan da 11:17-ə nə qədər çatışmır? 1 saat 17 dəqiqə. 1 saat 17 dəqiqə 67-dir. 37 də burada toplasam eləyir 114. 104 daha doğrusu. Hə, 77 dostlar, mən də 67 yazmışam, 77. Eləyir 114. İndi beyinlərdə sual yaranır. Beyinlərdə sual yaranır ki, niyə sən bunu 23 götürdün? Sən niyə bunu o bir sədət götürməmsən? Necə? Məsələn, gəl bunu 22 götürək. Dostlar, 22 belə götürsəm, verilən misalda, onda burada 38 dəqiqə qalır. Ondan da 17, 11-17 getmək üçün 38-in üstünə də 77 gəlsə, yenə 115 eləyir. Axı 115 yoxdur cavabda. Siz fikir verirsiniz, bu kimi misallar edərkən nə eləyir? Sadəcə olaraq bu gördüyünüz hissədə qalan hissə budur. Mən əslində bu gün saat məsələsi ilə bağlı bir PDF də düzəltmişəm hal-hazırda. Bütün saat məsələlərin hamısı orada olan. Sizə bir saat məsələsində göstərmək istəyirəm. Mən bununla bağlı bir düstur da yaratmışam dostlar. Qrupların hamısını atmışam bu saat məsələsinin PDF-ini. Sizlərin rastınıza çıxa bilər. Yaratdığım şeylərdən biri bu son keçirilən qəbullar əsasında. Hal-hazırda sizin ekranda gördüyünüz sualdır. Bunun düstur şəklində, çünki bilirsiniz də bu son keçirilən qəbulda bizə düşən sualın biri buydu. 13:00 verib, 13:06-dır. Burada dəqiqələr yaxındır deyək. Misalda çox getmək olar. Çox getməmək olar daha doğrusu. Tez bir zamanda taparam. 13:06 oldu. Nə var ki burada? Düzdürmü? Necə tapırsan ay müəllim bunu? Bilirsən ki dostlar, biz burada saat və dəqiqə qrab arasındakı bucağımız var. Bu 2022-ci ildir. 2021-ci ildən bəri dövlət qulunun qəbuluna düşən saat məsələsindən irəli çıxıb. Bununla bağlı ilk dəfə xarab saat məsələsinin düsturunu mən yaratmışam ölkədə. Hə, bəli, o düsturu dostlar o vaxtı demək olar ki, tələbələrin böyük əksəriyyəti bu xarab saatla bağlı çətinlik çəkirdi. Bu ekranda gördüyünüz Atali müəllim qolundakı saatla bağlı. O dönəm bu təbii ki, biraz tələbələrin başa düşəcəyi bir şey deyildi. Bunun ispat videosunu da paylaşmışam YouTube-da. Təqrib olaraq artıq üzərindən 4 ilə yaxın vaxt keçib. Bəs müəllim, mən buradan ağarım. Bəs bu misalda. Dostlar, bu misal ki, sən sərbaşı salarkən 30-cu sualda. Sizə demişdik ki, əgər bunu bir düstur şəklinə salmışam, ən sonda o düsturu sizə təqdim edəcəm. Niyə deyirəm bu saat məsələsi? Saat məsələləri ümumiyyətlə həmişə populyarlığını qoruyub saxlayır. Biz bu dövlət orqanlarının qəbulunda 5-6 tip saat görmüşük, amma növbəti tiplərlə rastlaşa bilərik. Tək buradakılarla yox. Deyir, saat 13:00 göstərir. Saatın dəqiqə əqrəbi 2-3 dəqiqə vaxt keçir. Sonra dəqiqə əqrəbi yerində sabit qalır. Saat əqrəbi isə 2 dəqiqə ərzində sürətini 4 dəfə artıraraq hərəkət edir. Bəs yaxşı, ay müəllim. Mən buradan başlayayım. Birincisi, saat və dəqiqə əqrəbi arasında olan bucaq var. Y bərabərdir
Yəni saat və dəqiqə qrəb arasında olan bucağı tapmalısınız. Sizin təsəvvürünüzdə yaransın deyə bura bir saat çəkirəm ki, bax bura saat 12, bura saat 1. Yəni saatın bir dəqiqə əqrəbi var, uzun əqrəb, bir də var kiçik əqrəb. Saat hal-hazırda 13:00-dur. Bunların arasındakı dərəcə dostlar 30 dərəcədir. Və siz bu misalda edəcəyiniz ilk şey nədir? Onunla bağlı sizə məlumat verim. Birincisi arasındakı dərəcəni tapmaq. Necə tapılır ay müəllim? Düsturumuz var. 11 dəqiqə çıxılsın 60 saat modulda. Bölünsün 2. 13 verəndə saatı 1 götürürük. Yəni dəqiqəm 0-dır, saatım da 1-dir. Yəni 11 vur 0 bölü 2'si də var. 11 vur 0 çıxılsın. 60 vur 1 bölünsün. Modulda 2. Modul mənfini qoymur çıxsın. O zaman bərabərdə 30. Yəni bu o demək ki, saat əqrəbi dəqiqə əqrəbindən artıq 30 dərəcə qabaqdadır. Bəs yaxşı. Yəni 30 dərəcə hal-hazırda, yəni 13:00 olanda bunların arasındakı dərəcəni tapıram. 30, 13:00. Deməli, saat əqrəbi və dəqiqə əqrəbi arasındakı vaxt 30 dərəcədir. Yəni 0-cı dəqiqədə 10:00-da. Bu da 0-dadır. İndi növbəti səfər yadda saxlayın. Saat əqrəbi 1 dəqiqədə 0,5 dərəcə hərəkət edir. Dəqiqə əqrəbi isə 1 dəqiqədə 6 dərəcə hərəkət edir. Yəni dəqiqə əqrəbi saat əqrəbinə nəzərən 5,5 dərəcə daha çoxdur. Bəs yaxşı müəllim, nəyə baxın? Bax, oturub bunu bir-bir tapmağınız dostlar sizi yoracaq. Yəni nə? Birinci dəqiqədə, burada yazılır 2-3 dəqiqə vaxt keçir. Heç özü də bilmir, 2 keçib, 3 keçib. 2 də ola bilər, 3 də ola bilər. Yəni 30 tam, bu 1 dəqiqəyə olur 30,5. Bunun real saatda getdiyi vaxt 6 dərəcədir. Yəni 1 dəqiqəyə bu 0,5 budur. İkinci dəqiqədə bunun dərəcəsi olsun 31, 0,5 artır. Bu neçə olur? 12. Deyir ikinci ya da üçüncü dəqiqədən sonra sürətini söhbət edir 30-cu misaldan. 4 dəfə artırarıq. İndi 4 dəfə artıraraq o deməkdir ki, 0,5-dirsə, bunu vuraram 4-ə. Bərabər neçə? 2 dərəcə. Yəni 2 dəqiqə ərzində 2 dərəcə gedəcək. Bax indi 3-cü dəqiqədə bu olur 33. Bu neçə olur? 18. 4-cü dəqiqədə bu yenə sürətini artırır. Bunun bu hissəsini silin, buraları səliqəyə salaq biraz. Demək dostlar, 4-cü dəqiqədə bu olanda 35, bu neçədə olur? 24. Burada məqsəd saatda dəqiqanı, bax bu saatı o məndə verdiyi hərəkət eləyəndə bu real saatın dəqiqasıdır. Hələ ki gedir bu özü üçün. Bu indi dostlar 5-ci dəqiqədə harda olur? 35,5-də. 2 dəqiqalıq sürətini artırdım. Fikir verin 2-dən 4-ə qədər. Çünki cəmi 2 dəqiqə deyil. İndi verilən bu misalda bu olur 30. Bu isə 6-cı dəqiqədə olur 36. Bu da olur 36. Deməli dəqiqə əqrəbi saat əqrəbini nə zaman yaxaladı? 13:06-da. İndi bunu belə bir-bir yazmaq da var dostlar. İndi burada tutalım təsadüfən 13:00-dur da gedib çata bilirsən. Bəs yaxşı. Birdən saat 16:00 olsa necə? Müəllim, burada dəqiqələr çoxdur. Oturun bir-bir tapın bunu. Necə yəni bir-bir? Oturun bunları bir-bir. Aa, cavab 6-ya bölünənlərdir, 23-ə bölünənlərdir. Demək dostlar, verilən misalda indi saat 16:00-dırsa, bu misalda bununla bağlı etməli olduğumuz şey birincisi dəqiqanın və saatın. Yəni 0,5 dəqiqə. Bizim üçün belə bir düsturumuz var. Mən istəyirəm o düsturu da qeyd edəcəm burada. Düstur deyəndə yəni qayda olaraq əzbərləməyin də sənin xeyribədir. Deyir 1 dəqiqədə 3 dəfə. Dostlar 1 dəqiqə şey deyəsən deyə oturub burada 24-25 dəqiqə onu tapmayacaq sana. Onda verilən misalda tapıram saatımla dəqiqəmin arasındakı dərəcəni. 16:00 nə deməkdir? 11 dəqiqə çıxılsın 60 saat modulda. Bölünsün 2.
Saatim var 4'tür, dəqiqəm 0. 11 vur 0 çıxılsın. 4 vur 60 bölünsün modulda 2 bərabərdir 120. Yəni saat əqrəbi, yenə deyirəm, sizin bunu başa salmaq istədiyim odur ki, başa düşəsiniz ki, bu dəqiqədir dostlar. Bu da saat. Yəni saatla dəqiqə əqrəbi arasında 120 dərəcə var. Dəqiqə əqrəbi saata çatmaq üçün hələ bu 120 dərəcəni gəlib keçməlidir ki, sonra. Əsas məsələ bu misalda dərəcəni tapmaqdır. 120-ni tapdım. Sən bilirsən ki, 120 dərəcə saat əqrəbi nədir? Qabaqdır. 120-nin üstünə gəlirəm 0,5 dəqiqə. Niyə dəqiqə gəlirəm? Bu arada deyim. Çünki bilmirəm neçə dəqiqə getməlidir. 0,5 budur. Bu nəyə bərabər olmalı dostlar ən sonda? Dəqiqə bir dərəcədən istər, bir dəqiqədən istər dərəcə işlədir. Onda verilən misalda xeyr. Burada bizim dostlarımız var. Deyir müəllim, bu misala tətbiq edilmir. Yox. Bu o deyil, bu başqa şeydir. Dostlar, dəqiqəni istər dərəcə işləyir 6. Yəni normalda saat və dəqiqə əqrəbi, yəni saat əqrəbi ilə dəqiqə əqrəbinin cəmi ümumi arasında olan fərq nəyə buna bərabər olmalı? İndi bu nə deyir? Deyir verilən misalda 1 dəqiqə ərzində saat əqrəbi 3 dəfə sürətini artırır. Bax bu düsturu yadda saxla. Yəni düstur nədir? D üstə gələk. 0,5 dəqiqə bərabər 6 dəqiqə üstə gələk yubanma. Yubanma nədir? Düstur kimi bunu yazıram. Bir də dostlar, plus da bunun üstünə neçə dəfə artırırsa odur. Belə bir düsturu yadda saxlamaq sənin üçün nə qədər çətin olsa da, biz bu misalı normalda o yubanmanı həmişə bunun üstünə gəlirdik. Bu səfər o yubanma burada çıxılmalıdır. Bunu daha da sadələşdirəcəm ha. Bunu yuvarlaqlaşdırmamışdan əvvəl, düsturun çıxarışı yazmamışdan əvvəl. Demir 1 dəqiqə ərzində öz sürətini 3 dəfə artırır. 3 dəfə artıranda dostlar 0,5 3-ə vursa neçə eləyir? 1,5. Yəni saat olan hissənin sürəti 1,5 dərəcə artmalıdır. Çünki bu saatın xeyrinə işləyəndir. Bəs o 1 dəqiqə olanda bu 1 dəqiqəyə əlavə nə qədər gedir? 6 dərəcə. İndi siz buradan alırsınız 0,5 keçirin sağa, alınır 5,5 dəqiqə bərabərdir. 115,5 tapırsan ki, dəqiqə bərabərdir 21. Dəqiqə neçə edir dostlar? 21. Bu aldığım 21 dəqiqə məndəki xarab saatınçıdır. Kimsə ekranı yazır. Eyb yoxdur, bilmir. Hə. Dəqiqə neçəymiş dostlar? 21. Bu neçə dəqiqə öz sürətini artırmışdı? 1 dəqiqə. Həmin üstünə də 21-i gəlirəm. Bərabər 22. Bu məsələsi deyil. Bu səfər də, bu misalda, bax, düsturu buradan yazıram dostlar. Dayanma dəqiqası, yəni ümumiyyətlə dərəcə, bizdə dərəcəni bildirir. Saat və dəqiqə əqrəbi arasında o dərəcəni. Çıxılsın yubanma, yəni 1 dəqiqə ərzində o yubanma da nədir? Bu arada deyim. Yəni 6-ya vurulmuş bir dəqiqədir. 6 yubanma bərabərdir 5,5 dəqiqə. Yəni alınan cavab həmişə 5,5-ə bölünməlidir. Bu dəqiqə və saat əqrəbi arasında olsun fərqdir. Bir də üzərinə gəlsin. Dostlar, demir sürəti. Burada nə düzdür? 3 dənə 4 dənə dəyişən olanda tələbə çaşır. 0,5 vurulsun. O artırmaq hərəkət hissəsi də mənim üçün x-dir. Yəni dərəcə ilə saatın artma hissəsini toplayıb, onun neçə dəqiqə deyirsə həmin hissədə yubanma dərəcəsini çıxıb 5,5-ə bərabər edirəm. Düzdür, bu düsturu bilmək üçün bir neçə dəfə üzərində təkmilləşmə aparmalısan. İndi bunu da daha da təkmilləşdirməyə çalışacaq ki, biraz bizə daha da rahat olsun. Təbii, əsas məsələ bu düsturu çıxardana qədərdir. Sonra da həmişə aldığın cavab B. Bərabərdir məsələnin cavabı 21. O yubanma dəqiqəsi nədirsə, onda gəlsən onun üstünə. Məsələn, yuxarıdakı misala gəlin onu tətbiq eləyək. Bax, mən 14:00 olduğunu bilirəm saatın.
Bu bizim bu dərslik son misalımız olacaq dostlar. Burada artıq bunun neçə olduğunu bilirəm. 14 nollu. Dəqiqə və dərəcəyə qərab arasındakı bucağı bilirəm. 60. Hardan bilirsən? Yəni dostlar 2-ni vurub 60-a, 11-i də vururam 0-a. Bir-birindən çıxsam, bölsəm 2-yə. Bərabərdə 60. 60 üstə gələk. Bax 3 dəqiqə ərzində nə qədər eləyib dostlar? 60 daha doğrusu çıxılsın. Bax 3 dəqiqə nə deməkdir? Məndə verilən misalda. 3 dəqiqədə. Dəqiqə qrəbi nə qədər gedir? 3 vur 6. Bayaq o yazmışdım. Dərəcə çıxılsın 6 yubanma. Üstə gələk 0,5 artımı. Və üstə də gələk. Neçə dəfə artıq dostlar? 5 dəfə. Yəni verilən misalda nə? 5-i vururam 0,5-ə. Bərabər edirəm nəyə? 5,5 dəqiqəyə. Siz burada almış olursunuz. 5,5 dəqiqə bərabərdir 49,5. İndi bax bunu sadələşdirim ki, dostlar, sizin üçün daha şey olsun. Və verilən hissədə bax 60 dərəcədir. Bu yubanmadır. Düstur əzbərlətmək deyilən məqsəd dostlar. Bax fikir verin, bu misalda dəqiqələr yaxın deyə tapırsan. Axı bayaqki misalda 16:00 sən 22-yə qədər oturub hesablayansan. Yox. Və 5,5-də dəqiqə nə qədər eləyir dostlar? Eləyir 9. Yəni 9-cu dəqiqədə bu buna gəlib çatır. Amma bir iş var. Biz burada nə ilə getmişdik 3 dəqiqəni? Həmin 3-ü də əlavə eləsəm onun üzərinə. Yəni neçə də əslində bir nevi xarab saatdır, amma xarab saat deyil. Üstünə də 3-ü gəlirəm neçə eləyir? 14, 12. Bunu biraz daha da təkmilləşdirməyə çalışacağım düstur hissəsini. İstədim elə ilk olaraq sizlə paylaşım ki, bunu bir neçə dəfə işlədim öz üzərimdə də. Baxıram ki, bütün misalların hamısını da ödəyir. Bəs dostlar, bu ana qədər burada gözlədiyiniz